Vallahi mən uca tərləməyə başladım. Bu yazıq deyil, bu Josefin başına niyə bu qədər oyun gəlib? Əlin qurusun. Onsuz da o insan normal bir şəkildə yaşaya bilmirdi. Bir də bütün bunların üstünə onu niyə vurursan? Meneceri Josefi döyərək onun bütün yığımını əlindən aldı və Josefi yad bir ölkədə tək başına qoydu. Fil adam Joseph Merrick. Joseph yazdığı məktublarda və avtobioqrafiyasında hisslərini bu şəkildə ifadə etmişdi. Bədənim bəlkə qəribə görünə bilər, lakin məni qınamaq Tanrını qınamaqdır. Əgər özümü yenidən yarada bilsəydim, sizi məmnun etməyə nail olardım. Təəssüf ki, mən Josephin bu fikri ilə qətiyyən razı deyiləm. Çünki Tanrı sizi mükəmməl bir formada yaratsa belə, yenə də insanlar sizdə qüsur tapmağa nail olacaqlar. Hələ Azərbaycanda yaşayırsınızsa, insanlar sadəcə bir qədər daha gözəl görsənmək üçün estetik əməliyyat etdirirlər. Estetik əməliyyatından sonra həyatını itirən bir çox insanla rastlaşırıq. Həm ölkəmizdə, həm də dünyada. Bu mövzuya niyə toxundum? Çünki əgər siz xarici görünüşünüzü bəyənirsinizsə, amma insanlar sürəkli sizdə bir qüsur tapırsa, bu tənqidlərdən qurtulmaq üçün əməliyyat olmağınıza ehtiyac yoxdur. O insanları rədd etməyinizə ehtiyacı var. Qüsur tapan insan sizdə yaxşı heç nəyi yox, yalnız qüsurları tapacaq. Nəysə, videomuza davam eləyək. Joseph Merrick tarixin ən kədərli və əzab dolu həyat hekayələrindən birinə malik idi. Fiziki qüsurları onu cəmiyyətdə maraq mənbəyinə çevirmişdi. Joseph 5 avqust 1962-ci ildə İngiltərədə anadan oldu. Həyatının ilk 5 ili sağlam və digər uşaqlar kimi normal bir şəkildə keçirmişdi. Amma ona nə oldusa məhz 5 yaşından sonra oldu. Onun bədənində qeyri-adi dəri yamaları və sümük böyümələri özünü göstərməyə başladı. Ailəsi bu dəyişikliklərin səbəbini anası Mary Jane hamiləlik dövründə fil tərəfindən qorxudulmasına bağlayırdı. Merrick uşaqlığını normal bir şəkildə keçirmişdi, lakin illər keçdikcə onun vəziyyəti get-gedə ağırlaşdı. Merrick'in faciəsi təkcə fiziki deformasiyaları ilə məhdudlaşmırdı. Mary Jane'in ümumilikdə 4 övladı var idi, amma təəssüf ki, onların 3-ü çox erkən yaşlarda vəfat etdilər. Onlardan sadəcə Joseph Merrick həyatda qalmağı bacardı. Kimisi qızılca, kimisi sinir sistemləri ilə bağlı problemlərə görə vəfat etmişdilər. Merrick ən böyük dərdini anasını itirəndə yaşadı. Anası Joseph 11 yaşında olarkən bronxit sətəlcəmindən dünyasını dəyişdi. Anasının vəfatı Merrick üçün dönüş nöqtəsi oldu. O bu cür məhəbbət dolu əlaqəni bir də heç vaxt qura bilmədi. Zaten bizi təmənnasız bir şəkildə sevən tək varlıq anamız deyilmi? Atasının yenidən evlənməsi ilə həyatı daha da çətinləşdi. Övcək anası tərəfindən təhqir olunur, atası tərəfindən isə döyülürdü. Əlin qurusun, onsuz da o insan normal bir şəkildə yaşaya bilmirdi. Bir də bütün bunların üstünə onu niyə vurursan? Joseph 13 yaşında məktəbi tərk etmək məcburiyyətində qaldı və qapı-qapı gəzərək satış etməyə çalışırdı. Lakin əlindəki şişlər bu işi görməsini də qeyri-mümkün etmişdi. Josephin qıydırıq atası onu 17 yaşında evdən qovdu və nəticədə workhouse, yəni iş evinə sığınmağa məcbur qaldı. İş evləri işsiz və əlilliyi olan şəxslərin yerləşdirildiyi ağır iş şəraiti ilə tanınan yerlər idi. Merrick bu evdə keçirdiyi illəri nifrətlə xatırlayırdı. 84-cü ildə iş evindən qaçaraq bir şou qrupuna qoşuldu. Qeyri-adi fiziki görkəmi səbəbilə o Elephant Man, yəni fil adam adı verildi. O məhz bu adla səhnəyə çıxarıldı və insanlar tərəfindən böyük maraqla qarşılandı. Lakin bu qısa müddətli bir uğur idi. Şou dünyasında keçirdiyi müddət ərzində bir qədər pul toplamağı bacarmışdı. Lakin o meneceri tərəfindən xəyanətə uğradı. Avropa turunun ortasında meneceri Josephi döyərək onun bütün yığımını
yığımını əlindən aldı və Josefi yad bir ölkədə tək başına qoydu. Vallah mən uca tərləməyə başladım. Bu yazıq deyil, bu Josefin başına niyə bu qədər oyun gəlib? Dostlar, Allah kimsəni tək başına çarəsiz bir vəziyyətdə qoymasın. Əlavə olaraq da deyim ki, Allah hər kəsin qabağına xeyirli insanları çıxartsın. Josef pulsuz və çarəsiz vəziyyətdə İngiltərəyə qayıtdıqda cəmaatın maraqlı baxışları arasında tək qaldı. Polis tərəfindən aşkar edilən Meriç, Frederick Travis adlı bir cərrahın köməyi ilə Londondakı bir xəstəxanaya yerləşdirildi. Joseph Meriç Londonun Whitechapel xəstəxanasında özünə ayrılmış otaqların birində həyatının məhz son illərini keçirdi. Doktor Travis ilə onun arasında dərin bir dostluq yarandı və Meriç burada özünü təhlükəsizlikdə hiss edirdi. Axır ki, Josefin həyatında bir dənə də olsun pozitiv bir şey tapa bildik. Joseph Meriç 11 aprel 1890-cı ildə hələ 27 yaşında ikən həyatını itirdi. Normalda Joseph oturaraq yatmaq məcburiyyətində idi. Çünki başının ağırlığı onu düz uzanaraq yatmağa imkan vermirdi. Lakin o gecə Joseph hər kəs kimi uzanaraq yatmağı istədi. Amma bu hərəkət onun boynundakı təzyiqi artıraraq onurğa beyninin qırılmasına səbəb olmuşdu. Bundan əlavə, Josefin həyatından bəhs edən 1980-ci ildə çəkilmiş The Elephant Man adlı bir film də var. Filmi izləməyinizi şiddətlə tövsiyə edirəm. Filmdə olduqca dramatik səhnələr mövcuddur. Bu videonu hazırlayanda da məhz bu filmdən müəyyən səhnələri sizin qarşınıza qoydum. Ümumilikdə toparlasaq, Joseph üçün həyat olduqca çətin oldu. İnsanlar onu təhqir etdi, aldatdı, döydü. Yəni bu insanın başına gəlməyən şey qalmadı və cəmi 27 yaşında vəfat etdi. Yəni 27 yaş nədir ki? Ən azından The Elephant filmi vasitəsilə biz bu insanı tanıdıq və mən də bu insan haqqında bu şəkildə bir video hazırladım. Joseph Meriç ilə bağlı fikirlərinizi şərh hissəsində yazarsınız. Sonrakı videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.